Salam dostlar, necəsiz? Bugün mən sizə dadlı və dadlı, rəngarəng, göy qurşağı tək gözəl görünən dadlı, toyuqlu biber salatı hazırlayacağım. Bol vitaminli, tam da mövsümü, insan orqanizminə faydalı biber salatına nələr gedir? Yer kökü, rəngli biberlər, sveji təzə xiyar, konserva olunmuş qarğıdalı, istəsəniz özünüz də edə bilərsiniz. Toyuğun döşəti, göyərtilər, kişnir, şüyüd və istədiyiniz göyərtidən əlavə eləyə bilərsiniz. Duz, istiyot. Çox dadlıdır. Yedikcə yemək istəyəcəksiniz. Və sonda xama, istədiyiniz növ, istəsəniz evdə hazırlaya biləcəyiniz xama əlavə edirsiniz. İlk öncə qırmızı biberi, mən 4 ədəd qırmızı biber götürdüm. Samanvari formada doğrayırıq, 4 hissəyə ayırırıq və samanvari formada doğrayıb qaba əlavə edirik. Qeyd edim ki, xanımlar, mən 10 nəfərlik, 10 porsiyonluq yemək, yəni salat hazırlayıram. Sonra isə ikinci sarı biberləri eyni qayda ilə 4 hissəyə bölüb samanvari çox səliqə ilə doğrayırıq. Doğrayandan sonra onu da qırmızı biberlərin üstünə əlavə edirik. Yaşıl biberləri də eyni yaxşı yuyduqdan sonra 4 hissəyə bölüb incə samanvari formada, yəni ağızda yeyilə biləcək qalınlıqda doğrayıb onu da hazırladığımız qaba əlavə edirik. Xiyarları da incə şəkildə doğrayırıq. Samanvari formada onu da qablara əlavə edirik. Kökü qaynadırıq. Qeyd edək ki, xanımlar, qaynadıqda kökü çox qaynatmağa ehtiyac yoxdur. Sadəcə bişmiş hal, yəni yarı bişmiş halda olsun ki, salatda əlavə edəndə dadı hiss olunsun. Döşətini də qaynadırıq. Qaynadandan sonra incə formada doğrayıb hazırladığımız qaba əlavə edirik. Sonda mən keşniş və şüyüddən istifadə elədim. Siz istədiyiniz növ göyərtilərdən istifadə eləyə bilərsiniz. Onu da qaba əlavə edirik. Və konserva edilmiş qarğıdalı əlavə edirəm mən. Təxminən 300 qram əlavə edirəm və 6 qaşıq, 6 və 7 qaşıq baxır o hazırladığımız salata zövqə görə duz, istiyot əlavə edirsiniz. Çox gözəl və dadlı alınır. Nuş olsun.